Xoş gördük Nərgiz xanım. Foruma Amerikadan qatılırsınız. Forumla bağlı fikirləriniz nədir və sizcə bundan sonra Azərbaycanın mədəniyyət elçiləri hansı platformalarda birləşə bilər? Sizdən yəqin ki təklifləriniz olacaq, sizdən də soruşacaqlar. Necə düşünürsünüz? Hansı platformalar daha vacibdir bugün? Birinci növbədə öz fikrimi bildirmək istəyirəm bu forum barədə. Bu çox gözəl bir təşəbbüsdür və biz çox xoşbəxtik ki, biz dünyanın bir çox ölkələrindən, müxtəlif ölkələrindən Türkiyəyə bu yığıncağa gəlmişik. Biz təşəkkürümüzü bildirmək istəyirik həm Mədəniyyət Nazirinə, həm Diasporalar İş üzrə Dövlət Komitəsinə. Çünki bu balaca bir hadisə deyil əslində. Və bu mədəniyyət işçilərinin, mədəniyyət, incəsənət insanlarının, Azərbaycanlıların bir yerdə, bir nöqtədə toplaşmasıdır və bunu siz düz deyirsiniz. Əslində bu çox ciddi bir prosesin başlanğıcıdır. Bəli, tamamilə. Biz artıq müharibədə qələbə çalandan sonra indi artıq mədəniyyətin gücü daha ündə qabağa çıxır. Çünki mədəniyyət, yəni mədəniyyətlə açılan qapılar, məsələn, silahla açıla bilmir. Mədəni diplomatiyanın önəmi daha da artıb. Əlbəttə, elədir. Və biz yəni mütləq bu işi davam etdirməliyik. Bu yığıncaqlardan əlavə bunu hansısa rəqəmsal bir platform üzərindən qurmalıyıq və biz fikirləşməliyik ki, bu mütəmadi və tez-tez təkrar olunan hadisəyə çevrilsin. Sistemlilik qorunsun. Sistemlilik əslində yaradılsın, yeni bir sistemlilik yaradılsın ki, bu sistem üzərində, bu platform üzərində biz mədəniyyət işçiləri, Azərbaycanlı mədəniyyət işçiləri həmişə bir-birimizlə əlaqəmiz olsun, vətənimizlə əlaqəmiz daha sıx olsun. Çünki biz, fərqi yoxdur, mən New Yorkda yaşayıram, amma mən ürəyim Azərbaycan'a. Təşəkkür edirəm. Uğurlar.